Herkese salam. Bugün sizə öz həyatımdan kiçik bir nümunə danışacağım. Deməli, orta məktəbi bitirdikdən sonra ali məktəbə etdiyim müraciət nəticəsiz oldu. Həyatımda ilk dəfə böyük bir uğursuzluq yaşadım. Əslində səbəb sadə idi. Ciddi hazırlaşmamışdım, hazırlığa çoxlu vaxt sərf etməmişdim. Amma növbəti il daha ciddi hazırlaşdım, konkret plan qurdum, qarşıma hədəflər qoydum və nəticədə 2 universitetə, həm Bakı Dövlət Universitetinə, həm də Qafqaz Universitetinə qəbul oldum. Qeyd edim ki, həmin dövrdə qəbul Qafqaz Universitetinə ayrı keçirilirdi. Burada toxunmaq istədiyim əsas məsələ qəbul olmaq deyil. Əsas məsələ aldığın zərbədən sonra davam edə bilməkdir. Çünki insanların çoxu plan olmadığı üçün yox, aldığı zərbədən sonra davam edə bilmədiyi üçün məğlub olurlar. Dayanıqlılıq yıxılmamaq deyil, zərbədən sonra geri çəkilməməkdir, davam edə bilməkdir. Reallıq budur. Hər bir işin real planı olmalı. Uğursuzluq çox vaxt son deyil, hətta yeni bir başlanğıçdır. Dayanıqlılıq hər gün kiçik addımlarla davam edə bilməkdir. Ona görə də dostlar, özünüzə inanın, zərbə alsanız da ayağa qalxın və davam edin.